Hamını salamlayıram. Biz Bayır şəhərin Vidaci küçəsindəyik. İndi bu küçədə təxminən 30 dəqiqə əvvəl texnika bura gətirilmişdi və sökmək istəyirdilər. Bu binanı örtüklərini artıq söküblər. Əhalinin burada qazın kəsmişdilər. Burada qaz xətti keçir bu binanın altından. Qaz, internet xətti və s. onu kəsmişdilər. İndi də qaz və internet xətti işləy vəziyyətdə deyil və binanı sökmək istəyirlər. Bu binanı əhali, yerli sakinlər dayandıra bilib bu prosesi. Nəhayət bir reaksiya, sağ olsunlar, oldu bu məsələ ilə bağlı. Amma bax bu bina yanında, yəni yenə də vurğulamaq istəyirəm ki, bu tarixi məhəllədə, bu quruluşda, yəni memarlıq abidəsi, sonra memarlıq abidəsi deyil yanında adi fond tikilidir və s. bunlar mütləqdir və vacibdir. Yəni bu ansamblin belə görünməsi üçün bu mütləq şərtdir. Belə yəqin ki, indi bu proses dayandırılacaq və binanı yenidən qurub saxlayacaqlar. Bax, bu hissədən başlayıblar sökmək. İstəyirlər sökmək. Heç bir dövlət qurumu müdaxilə etmir bu məsələ ilə bağlı. Yəni bu şəhərin görkəminə fikir verən qurumlardır. Şəhərsalmanın komitənin tərkibində mədəni irsin deməli birbaşa funksiyası idi. Yeni binaları aşkar edib. Yəni bu fond tikililər biz adlandırdığımız şəhərsalmanın tarixi məhəllələrin, tarixi şəhərlərin şərtlərindən biridir, yəni qorunması. Yəni belə epizodik şəkildə bu olmur. Yəni belə bir bina saxlanılır, onun ətrafında nəsə park olunur və s. Ümumiyyətlə bu binanı saxlamaq şərti ilə həll olunmalıdır. Belə yerli əhali dayandırdı bu prosesi. İndi heç kim yoxdur burada.